İzahlı test 94-cü hissə 5-ci sinif ingilis dili. 6-cı sual choose the correct answer. Düzgün zaman formasını seçin. Giraffes usually lives off the trees. Zürafalar adətən ağacların yarpaqlarını yeyirlər. Burada A bəndində is eating var. Giraffes cəmdədir, gərək A eating olmalı idi. A bəndi səhvdir. B bəndi eat. Giraffes usually eat leaves of the trees. Zürafalar adətən ağacların yarpaqlarını yeyirlər. B bəndi doğru cavabdır. C bəndində to eat olmaz. Biz tonu atırıq. İndiki sadə zamanda fe'li cümləyə daxil edirik. Eats olmaz. Eats yalnız 3-cü şəxsin təkində işlənir. D bəndi də səhvdir. 7-ci sual. Choose a correct how question. A bəndində why people like dolphins. Burada köməkçi fe'l olmadığından biz do köməkçi fe'lini əlavə etməliyik. Why do people olmalıdır. A bəndi səhvdir. What does elephants eat? Burada elephant sözü cəmdə olduğu üçün biz does əlavə edə bilmərik. Do deyək. B bəndi səhvdir. What is your pet doing now? Sənin ev heyvanın indi nə edir? C bəndi doğru cavabdır. Veya live monkeys səhvdir. Çünki olmalı idi. Veya do monkeys live olmalı idi. D bəndi ona görə səhvdir. 8-ci sual choose pair of antonyms. Antonimlər cərgəsini seçin. Birdə bad, good, bad, pisdir, good, yaxşı. Bir düzdür. Good, strong, good, yaxşıdır, strong, güclü deməkdir. 2 səhvdir. 3 kind, mehribandır, clever, ağıllıdır. Antonim deyil. Big, böyükdür, large da böyük, geniş mənasını verir. Bunlar sinonimdir, antonim deyil. 5-də wild, domestic, wild, vəhşi deməkdir. Domestic, ev heyvanı deməkdir. 1-5 doğru cavabdır. 9-cu sual match house of the compound nouns. Mürəkkəb isimlərin tərəflərini birləşdirin. Birincisində bok var. Bok sözünə hansı söz əlavə edə bilərik? Bookshelf. Bookshelf kitab rəfi deməkdir. Böz sözünə hansı sözü əlavə etməklə mürəkkəb isim düzəldə bilərik? Bösti sözünü, dey sözünü, bösti ad günü mənasını verir. Space sözünə isə biz ship sözünü əlavə edərək mürəkkəb isim düzəldə bilərik. Spaceship kosmik gəmi mənasını verir. 10-cu sual match the parts of the sentence. Why are wild animals dangerous? Niyə vəhşi heyvanlar təhlükəlidir? 1-də A bəndi olacaq. 2-də who feeds animals? Açsa zoo. Zooparkda heyvanları kim yemləyir? Who mübtədə olanda ondan sonra do does işlənmir. 2-də B bəndi olacaq. Which food do wild animals eat? Vəhşi heyvanlar hansı yeməkləri yeyirlər? 3-də də C bəndi olacaq.